Eybi yox. Qalsın qulluğumda. Bir saatlik işim vardı, getmişdim. Deyəsən neyse bir hadisə olub. Pillekanlara arvat paltarı atıblar. Bəli. Ha? Alt paltarı. Yox, alt paltarı. Bəli. Ha? Yox. Yox, heç bir şeyə əl vurmayıblar. Bəli. Qapı? Nə qapı? Hə, qapıya zərər dəyməyibdir. Yaxşı. Yaxşı. Gözləyirəm. Qapını sındırıb eləməyiblər, açarını açıblar. Gələn də əmini olmayıb. O saat görünür yad adam eşələnib burada. Tutaq ki, o Əminənin lap yaxın adamıymış. Göndərib ki, onun üçün üst baş aparsın. Deməli, o adam Əminənin harda gizləndiyini çox yaxşı bilir. Oğul, günahkar mənəm. Görünür, yaxşı baxa bilməmişəm. Mən gördüm bura gələnləri, ancaq tanıya bilmədim. Pəncərənin qabağında dava eləyirdilər. 3 nəfərdilər. Mən qapını balaca aralayıb baxırdım. Doğrusu qışqırmağa qorxdum. Qızım tez pəncərəyə qaçdı. Onlardan biri maşına minib aradan çıxdı. Qız maşının nömrəsini görməyib. Elə bir daha keçməmişdi ki, bu gəldi. Görünür, Əminəni təkcə biz axtarmırıq. Vuruşma da olub. Amma kim kiminlə vuruşub? Bu da o qəbil suallardandır. Ne üçün o hər gün Şıxıva gedirmiş? Onun cibinə bu qəribə firmanın etiketkası hardan gəlib düşüb? Kazımlının əlaqədə olduğu firmanın. Bir yandan da bu gips çənə. Bəli. Yoldaş podpolkovnik Dadaşdı. Eşidirəm. Yaxşı işləmsiz. 1-2 saat dincəlin. Bütün poliklinikalar və evdə işləyən diş